Buraxılış imtahanı üçün sınaq testlərinə baxaq. Birinci testdə compound nouns, yəni mürəkkəb isimlərin sırasını göstərməyimiz, tapmağımız tələb olunur. A variantında cameraman mürəkkəb, business sadə, childhood düzəltmə. B variantında airmail compound, yəni mürəkkəb, warship o da mürəkkəb, yəni döyüş gəmisi mənasında. Birthplace doğum yeri, bu da mürəkkəb isim hesab olunur. C variantında movement, ment şəkilçisi düzəltmə, bedroom mürəkkəb sözdür, mushroom sadə, hamısı mürəkkəb olmalıydı. Düzgün cavab hesab olunmur ona görə də. Classroom mürəkkəb, motorbike mürəkkəb, environment düzəltmə. E variantında anniversary düzəltmə, butterfly mürəkkəb, German sadə. Düzgün cavab B variantı. İkinci test yiyəlik halında düzgün cavabı seçməyimiz tələb olunur. Yesterday's meeting. Burada dünənlərin görüşü. Heç Azərbaycan dilində belə bir ifadə deyə bilmərik. Dünənin görüşü necə olacaqdı? Yesterday apostrof S sonra meeting gəlməli idi. Düzgün deyil. Jack and Jane's mother. Jack və Jane'in anası. İkisinin bir anası ola bilər. Jack və Jane bacı qardaş olarlarsa ikisinin bir anası ola bilər. İkisini bir apostrof S birləşdirə bilər. Düzgün cavabdır 2. 5 days holiday, 5 günlük tətil. 5-dan sonra gələn isim cəmdə olmalıydı. S-dən sonra apostrof olmalıdır. 5 days sonra apostrof, holiday olmalıydı. Düzgün cavab deyil. Mice and cats tails. Siçan və pişiklərin quyruqları. Təbii ki, siçanların ayrı quyruqları var. Pişiklərin ayrı quyruqları var. İkisi üçün bir quyruq nəzərdə tutula bilməz. Hər iki tərəfdən sonra ayrıca yiyəlik şəkilçisi olmalıydı. Mice-dan sonra mice apostrof S olmalıydı. Burada yazılmayıb. 5 hours walk, 5 saatlıq gəzinti tamamilə doğrudur. Bu qaydanın tələblərini tamamilə ödəyir. Düzgün cavab Jack and Jane's mother, 5 hours walk A variantı. Bəs siz necə düşünürsünüz?